Salamlar hər birinizə. Bu günləri sizlərə silsilələr mövzusunun 3-cü bölməsi olan həndəs silsilələrinin suallarına baxacaq. Birinci suala diqqət yetirək. Deyir, həndəs silsilədə olasa silsilə vurğunu tapın. Silsilə vurğumuz bilirik ki, 2 ilə işarə olunur və ardıcıl olanda deməli sonuncu əvvəlkiyə bölünür. Yəni B4 bölünsün B3-ə olur 12 bölünsün 6, yəni 2 olacaq. Doğru cavabımız B variantı. İkinci sualda eyni qayda ilə həll olunacaq. Üçüncü sualda 6-cı həddini tapın deyir. Əvvəlcə 2-ni tapacaq. 2 olacaq. B2 bölünsün B1 bərabərdir 54 bölünsün 162. Bu da ixtisar eləyəndə 3-də 1. Deməli, B6 bərabərdir B1 vurulsun 2/5. Olur 162 vurulsun 3/5'te 1. Bu 81 vur 2. Yəni 3/4. İxtisar edirik 2/3. Yəni 3/2. Bu da olur A variantı. Dördüncü sualda eyni qayda iləndir. Baxa 5-ci suala. 5-ci sualda B3 bərabərdir B1 vurulsun 2'nin kvadratı. Olacaq 2 vurulsun kökdə 5'in kvadratı. 2 vur 5 delir 10. Bu da D variantı. 6-cı suala baxaq. Sonsuz olan həndəs silsilədə B1'i tapın deyir. 1-2 S bərabərdir B1 bölünsün 1 minus 2'dür. Yəni ki B1 bölünsün 1 minus 3'də 2 bərabərdir 30. Bu edir 3'də 1. B1'i tapanda 30'u vurur 3'də 1'ə. Bu da edir 10. Olacaq doğru cavabımız C variantı. 7-ci sualda eyni qayda iləndir. Baxaq 8-ci suala. Deməli, son sözlə həndəslə SN bərabərdir B1 bölünsün, yəni 10/9 bölünsün 1 minus 10/1. 1 minus 10/1 nə edir? 10/9 edir. 10/9'u 10/9'a böləndə alınacaq 1, yəni ki E variantı. Baxaq 9-cu sual. Eyni bu qayda ilə olacaq. 10-cu sualımıza baxaq. 10-cu sualımızda azalan həndəs silsilə olduğuna görə 2-ni tapırıq. 2-ni tapanda 2-ni 3'ə bölürük. Yəni 2-ni əvvəlkinə bölürük. Və B1'imiz bizim 3'dür. Olur B1 bölünsün, yəni 3 bölünsün 1 minus 3'də 2. 1'dən 3'də 2 çıxanda olur 3'də 1. Olur 3 bölünsün 3'də 1. Bu da 3 vur 3. Yəni ki 9 D variantı. Deməli, 11-ci sual da eyni qayda iləndir. 12-ci sual 1-ci ədəd 4, 3-cü ədəd 16 olan həndəslə 2-ci ədədini tapın. B2 bərabərdir B2 kvadratı bərabərdir B1 vurulsun B3. Burada indekslər cəmi neçə? 4'dür və bundan 2 dənə lazımdır. O da kvadrat kimyası. Bu da silsilənin xassələrindən biridir, həndəs silsilənin. Deməli, birinci həddimiz 4'dür, üçüncü həddimiz 16'dır. Bu da edir 64. B2 də bərabər olur plus minus 8. Yəni ki A variantı. 13-cü sual eyni qayda iləndir. 14-cü sualda B6 bərabərdir B4 vurulsun Q kvadratı. Deməli, buradan B4'ü tapanda Q6 bölünür B6 bölünür Q kvadratına. B6'mız 96'dır. Q'miz 2'dir. Kvadrat eləyəcək 4. Bunu da böləndə eləyəcək 24. C variantı. 15-ci sual. Deməli, qaydası belədir ki B1, yəni 3 vurulsun Q üstü 4. Yəni 2 üstü 4. Bu da eləyir 16 vurulsun 3, yəni 48. D variantı. 16-cı sualda Q-ni tapacaq. Q-miz olacaq 18 bölü -6, yəni -3. B5 bərabər olur B3 vur Q kvadratı. 18 vurulsun -3'ün kvadratı, yəni 18 vurulsun 9. Bu da eləyir deməli 162. C variantı. 17-ci sual eyni bu qayda iləndir. 4 vurulacaq Q'nun kvadratına, yəni ki 4 vurulacaq 3'ün kvadratına olacaq 36 E variantı. 18-ci suala baxaq. Deməli 18-ci sualda
Baxın, 1, 2 olub. Deməli, Q-miz neçədir? 2-dir. 2 dəfə artıb. B8-i istəyirsən, B1 vurursan, Q-si 7 olacaq. Yəni, B1-imiz 2-də 1-dir. Olacaq 2-də 1 vurursan, Q-si 7. Bunları ixtisar eləyəndə burada 206 qalır. 206 eləyəcək 64. Yəni ki, B variantı. 19-cu sual. Ardıcılıqlardan hansı həndəsi silsilədir? Burada bizim həndəsi silsiləmiz həndəsi ümumiyyətlə vurmaya aiddir. B variantı olacaq. Bunun yoxlama qaydası da belədir ki, B1-i tapacaqsınız. 2 vurursun 3-üsü 1, B bölür 6. B2 bərabərdir. 2 vurursun 3-üsü 2 bölür 18. B3 bərabərdir. 2 vurursun 3-üsü 3. Bu deyil 54. Baxın, bu 3 dəfə artıb. Bu da 3 dəfə artıb. O da həndəsiz olduğunu əmələ gətirir. 20-ci suala baxaq. B1 vurursun 3-üsü 4 bərabərdir 9-a. B1 bərabərdir. Bu 3-üsü 2 deməkdir. Olur 3-üsü 2 və 3-üsü 4. İxtisar edirik. Bu deyil 1 bölünsün 3-üsü 2. Yəni 9-a 1. D variantı. 21-ci sual. 21-ci sualda ortadakının kvadratı, yəni 14-ün kvadratı bərabər olur 7 vurulsun x. Bu həndəsi ortasına bərabərdir. Digər ədədi ortası idi, ədədi silsədir. Bu da həndəsi ortadır. X-i tapanda 14 vur 14-dür. 14-ün kvadratı bölünür 7-yə. Bu deyir 28. Yəni ki, A variantı. 22-ci sual da eyni qayda iləndir. 23-cü sual 2-5 həddin cəmi. Deməli, S-in bərabərdir. B1 vursun, Q üstündə N çıx 1, bölsün, Q minus 1-dir düsturumuz. Deməli, B1-imiz bizim olacaq, geriyə qaydırıdır. 3 dəfə azalacaq da buradan. 2 olub ki, 3-ə vuranda 6 olub da B2-miz. Aparıb qoyuruq yerinə. İlk 5 həddinindir. B1-imiz oldu 2 vurulsun. Q-miz üstü 3 üstü 5, çıx 1, 3 çıx 1. 3 çıx 1-imiz 2 eləyir. Buna ixtisara getdi. Olur 3 üstü 5. 3 üstü 5-imiz 243 çıx 1. Olur 242. Bu da uyğun gəlir D variantına. 24-cü sualda 2 üstü 3 eləyəcək. Ondan 7-ni çıxacaq. 2 üstü 3. Bəli, 297 bölünsün 11. Deməli, 2 dəfə olacaq. 22. Bu deyəcək 7. Q də deməli neçədir? 3-dür. Olacaq B variantı. 25-ci sualda eyni bu qayda iləndir. 26-cı sualda Q-nü tapacaq. Q üstü 3. 7-dən 4-ü çıxacaq. Və 39 bölünsün 13. Bu da eləyir 3. B10-u tapmaq istəyəndə B7-ni vururuq Q-nün kubuna. Yəni 39-u vururuq 3-ə. Bu da olur 117. Bu da olur A variantı. 27-ci sual əvvəlki suallarla eynidir. 28 də həmçinin. 29. Yəni 108 vurulsun. 2 üstü 3. Yəni mənfi 3-də 1 üstü 3. Bu da 108 vurulsun. Mənfini qarşıya verək. 27-də 1. İxtisar edirik. Burada qalır 4. Olur. Mənfi 4. D variantı. 30-cu suala baxaq. 30-cu sualda görürsünüz həndəsi silsilətdir və azalmağa doğru gedir. Deməli, bizim Q-miz nədir? Q-miz 8 bölünsün 16, yəni 2-də 1-dir. B1-imiz 16. S bərabərdir. B1 bölünsün 1 minus Q idi. Olur 16 bölünsün 1 minus 2-də 1. 1-dən 2-də 1 çıxanda 2-də 1 edir. 16 böl 2-də 1. 16 olduğu kimi qalır. Bu tərsinə çevrilib olur 32. Bu da uyğun gəlir D variantı. Deməli, 31-ci sualda əvvəlki suallarla eynidir. Yazacaqsınız ki, 2 üstü 5 bərabərdir. 64 bölünsün 2, yəni 32. Bu da eləyəcək 2. A variantı. 32-ci sualda ardıcılıqlardan hansı həndəsi silsilədir? Həndəsi silsilə yenə də birinciyə baxsaq x1 eləyəcək 3, x2 bərabərdir 6, x3 bərabərdir 9. Bu da diqqət edirsək
ortada duran kvadrat bərabər digərinin hasili olmur. Deməli, birinci olmadı. x1 bərabərdir 3, ikincidə x2 bərabərdir 9, x3 bərabərdir 27. Amma 3 dəfə artıb, burada da 2 uyğun gəldi. Üçüncüyə baxaq. Deməli, x1 bərabərdir 3 üssü 1, üstə gəl 1, 4. x2 bərabərdir 9 üstə gəl 1, 10. x3 bərabərdir. Deməli, x3-ü də tabanda 3 böləndə 28. Bu artımı 10'u böləndə 4'e 2,5. 10'u 2,5 verəndə 25 edir. Bu, yəni həndə silsilə deyil. Həmçində burada da qoysaq uyğun olmayacaq. Deməli olacaq sadəcə 2 A variantı. 33-cü sualda da yəni 1 qoysuq, 1 eləyəcək, 2 qoysuq, 2 də verəcək, 3 qoysuq üstə. Bu da silsilə əmələ gətirməyəcək. Silsilə ümumiyyətlə belə bir şeydir ki, burada müəyyən bir küvruğu olmalıdır. Yəni, eyni dəfə artmalıdır və yaxud da azalmalıdır. Məsəl üçün, x1 bərabərdir. Burada ikincidə olur 2-də 1, 2 üssü mənfi 1, yəni 2-də 1. x2 bərabərdir 2 üssü mənfi 2, bu deyir 4-də 1. x3 bərabərdir 8-də 1. Baxın, 2 dəfə azala-azala, 2-də 1-ə vura-vura gedib. Deməli, olur ikinci. B variantı. Deməli, 34-ə baxaq. Ardıcıqlardan hansı həndə silsilədir? Yenə də baxırıq. Ortadakı kvadratı digərin hasili olur. Yəni ki, məsəl üçün, 24-ün kvadratı bərabərdir 6 vur 96. Baxaq, 24 vurulsun 24 deməkdir. Bu, 24 vurulsun 4 deməkdir. Yenə baxın, 24 vur 24 alınır. Yəni, ortadakı kvadratı digərin hasili olur. Bu da uyğun gəlir B variantı. 35-ci sual eyni qayda ilədir. 36-cı suala baxaq. 36-da burada toplasıq. Bölür 11. 11-in üstünə 7, 18. 18-in üstünə 8. Böləcək. Deməli, 26. 26-in üstünə 9 gələndə eləyəcək 35. Burada neçə dənə həddir? Burada 5 dənə həddir. Deməli, B7 üssü 5. Və 5 dənə hədd olduğuna görə bu şəkildə yazılır. B7'miz kök altında 3'dür. Üstündə də 5 olur. 3 üssü 5. Bunu da 3 üssü 4 üstünə 3 üssü 1. 3 üssü 4'dən 3 üssü 2 çıxır. Kök altında 3. Olur 9 kök altında 3. Bu da uyğun gəlir C variantına. 37-ci sual da eyni bu qayda ilədir. 38-ə baxaq. Onun H7 həddinin hasilini B1, B2, B3, B4, B5, B6, B7. Burada da indekslər cəmləsi 1-dən 7-yə kimi. Deməli, 8-i 2-yə böləndə 4, 28. Neçə dənədir? 7 dənədir. Olur, B4 üstündə 7. Bu 28 edir də yenə də. Olacaq, kök altında 3, üstündə 7. Kök altında 3-cü dərəcədən, kök altında 3 üssü 7. Bunu 3 üssü 6 vur 3. 3 üssü 6, 3 üssü 3, kök altında 3. Bu 27, kök altında 3. D variantı. 39-cu sualda eyni qayda ilədir. Baxaq 40-cı suala. Deməli, buraya yazırıq B1 vurulsun 2 üstündə 6, B7'nin yerinə çıxılsın, B1 bərabərdir 18. B1'i çıxarsıq, 2 üstü 6 çıx 1 olur. Bərabərdir 18. B1 vurulsun 2 üstü 6, yəni 7 üstü 6 çıxılsın 1. Bərabərdir 18. Daha sonra ilk 6 həddin cəmini, yəni S6 bərabərdir B1 vurulsun 2 üstündə 6 çıx 1. Bölünsün 2 minus 1'dir. Və bizim bu hissəmiz neçədir? 18'dir. Yəni qiyməti heç 7 üstü 6'ya hesablamaya ehtiyac yoxdur. Çünki bu neçədir? 18. 18 bölünsün 7 çıxılsın 1. 18 bölünsün 6. Bu deyir 3. Bu deyir C variantı.
41-ci sual. Baxaq. Deməli, B1-imiz 1, Q-miz 1 böl kökdə 2 bölünsün 1. Bu 1 böl kökdə 2 olur. Deməli, S bərabərdir 1 bölünsün 1 minus 1 böl kökdə 2. Və yaxud da bunu vuruqdan azad edirik. Kökdə 2-yə vururuq. Kökdə 2 böl 2. Yəni 2-də kökdə 2. Bu da eləyir 1 bölünsün 2-də 2 minus kökdə 2. Bu tərsinə çevrilir 2 minus kökdə 2. Bunu da məxrəcin rəssamlıqdan azad eləsək 2 minus kökdə 2 2 plus kökdə 2. 2 vurulsun 2 plus kökdə 2. Bu nədir? 4 çıx 2, yəni 2. Olur 2 plus kökdə 2. Yəni ki, C variantı. 42-yə baxaq. İlk n həddinin cəmi düsturu ilə verilən həndəsəsin ikinci həddini tapın. İkinci həddini tapmadan ötürü birinci həddi, yəni S1 ilə A1 deməkdir. Olur 3 çıxılsın 3'ü 1 çıx 1. Bu 3'ü 0, yəni 1. 3 çıx 1 bərabər 2. S2 bərabərdir. 3'ündə 1 çıxılsın, daha doğrusu 3 çıxılsın 3'ü 1 minus 2. 3 çıxılsın 3'ü mənfi 1, yəni 3'də 1. Bu da 2 tam 3'də 2. Bu da A2 ilə A1'in cəmi. Bunu da yazmaq olar ki A2 üstə gəlsin 2 bərabərdir 2 tam 3'də 2. A2 bərabərdir 3'də 2. Demək, həndəsəndə bizdən ikinci həddini istəyirdi. Bu da olacaq C variantı. 40-ca baxırıq. Həndəsəndə ikinci həddi 5 olarsa, ilk 3 həddin hasili. B2 bərabərdir 5. B1 vur, B2 vur, B3. Bunların cəmi 6 edir. Olur B2-nin kubu. Yəni 5-in kubu. Bu da eləyəcək 125. E variantı. 44 eyni qayda iləndir. 45-ə baxaq. Deyir, ədəd həndəsənin neçənci həddidir? B1-imiz 2-dir. Q-miz də 2. 3'də 2 bölünsün 2. 3'də 2 qalacaq. 2 tərsinəcək 2'də 1. Bu da elə 3'də 1. Bu da Q-mizdir. Deməli, B1 vurulsun. B-nin düsturu nədir? B1 vurulsun Q-sində n-1. Yəni 2 vurulsun 3'də 1 üstü n-1 bərabərdir 729'da 2. 2'də ixtisar gedir. 729 mənfi 1 olur. 729 27'nin kvadratı 27 vurulsun 9. Daha doğrusu 27'nin kvadratı 27 vurulsun 9. Və yaxud da 3'ü 6 mənfi 6. 3'ü mənfi 1'dir bu. 3'də 1. Mənfi 1'ə vuranda 1 minus n olur. Bərabərdir 3'ü mənfi 6. 1 minus n bərabərdir mənfi 6. Mənfi n bərabərdir mənfi 7. N də bərabərdir 7'yə. Yəni E variantı. 46-cı suala baxaq. 46-cı sualda buradan etibarən başlasaq. Çünki əvvəlindəki 4 həndəs silsiləyə maneçilik törədir. 2'də 1'ə vurur. Q bərabərdir 2'də 1. Olur sonsuz olan həndəsən. Yəni B1 bölünsün 4'də 1 bölünsün 1 minus 2'də 1. Olur 4'də 1 bölünsün 2'də 1. 4'də 1 olduğu kimi qalır. Bu tərsinə çevrilir. Bunu çevrilir. Bu da eləyir 2'də 1. Deməli, buracan cəm neçədir? 2'də 1'dir. 4'ün üstünə də gəlirik. Olur 4 tam 2'də 1. Yəni 4 tam onda 5. B variantı. 47-ci sual eyni qaydın olacaq. 48-ə baxaq. Hədləri müsbət olan həndəs silsilədə olarsa sizdən ilk 5 həddinin cəmini tapın. Deməli, müsbət olan deyir. Burada B5'dir. Olur Q kvadratı B5'i böləcək B3'ə. Yəni 36 bölünəcək 9. Bu da edir 4. Hədlər müsbətsə deməli Q 2'dir. Mənfi 2, mənfi olsaydı mənfi 2 olacaqdı. 5 həddin cəmi. B1'i tapanda B3'ü deməli böləcək Q kvadratına. Olacaq 9 bölünsün 4. Yəni 4'də 9. İlk 5 həddin cəmi. Bu da 2 tam 4'də 1 və yaxud da 2 tam 125 eləyir. S5 bərabərdir. B1 vurulsun. Bu bizim
B1'imiz 2 tam %25. 2 tam %25 vurulsun. Deməli, B1 vurulsun 2 üssü 5, yəni 2 üssü 5 çıx 1, bölünsün 2 minus 1, yəni 2 minus 1. Olur 2 tam. Bunu 4-də 9'da yazaq ki, ixtisar apara bilərik görək. Deməli, 4-də 9 vurulsun 32 çıx 1, 2 üssü 5 32 deməkdir. Bu da eləyir 31. Bu da 4'də deməli 9 27. Bunu da böləndə eləyəcək 6 dəfə 24, 39'un içində 9 dəfə 36, bu da 4'də 3. 39 tam 4'də 3. Yəni ki, B variantı. 49'a baxaq. 49-cu sualda da eyni bu qayda ilədir. Baxaq 50-yə. Deməli, B7 böl B3, 2 üssü 4'dür. 2 üssü 4'ümüz 4'dür. B2'nin 3 verib, B4'ü tapın. B4'ü tapmaqdan ötürü B2'ni 2 üssü 2'yə vurmaq. 2 üssü 2'mizdə bunu kök altına salacaq da elə ki. Kök altına 4'dən nə çıxır? 2 çıxır. Olur. 3 vurulsun 2. Yəni ki 6. D variantı. 51-ci suala eyni qayda ilədir. Baxaq 52-ci suala. Deməli, B1 üstəgəl B2 bərabərdir 12-yə və deyir şərtlərini ödəyən həndəs hissənin ilk 4 həddinin cəmi tapın. İndi burada biz hər tərəfə B 3'ə bölsək və yaxud da belə yazsaq. B3 bölünsün B4 bərabərdir 2. Çünki B4 nəyə vurulub? B4 2'yə vurulub. Və çarpı şəkildə vurulanda da B4 2'yə vurulur. Deməli, B4 bölünsün B3 nəyə bərabərdir? 2'yə. Bu tərsinə çevrilə olur 1 bölü 2 bərabərdir 2'yə. 1 bölü 2 idisə 2 bərabərdir 2'də 1'ə. Deməli, şərtlərini ödəyən həndəs hissənin ilk 4 həddinin cəmini tapın. Olur B1 üstə gəlsin B1 vur 2 bərabərdir 12. B1'i çıxardırıq. 1 üstə 2 bərabərdir 12. B1 vurulsun 1 plus 2'də 1. B1 vurulsun 1 tam 2'də 1, yəni 2'də 3 bərabərdir 12. 3 tam 12 yaparıq edir 4. B1 bərabər olur 8'ə. Bizə deyir ki, silsənin ilk 4 həddinin cəmi S4 bərabərdir. B1 vurulsun 2 üssü 4 çıx 1 bölünsün 2 minus 1. Olur. B1 8 vurulsun 2'miz 2'də 1'dir. Olur 2'də 1 üssü 4 çıx 1 2'də 1 çıx 1. 8 vurulsun. Bu da eləyir 16'da 1 çıxılsın 1. Bu da mənfi 2'də 1. Olur 8 vurulsun. Bu nə eləyəcək? Mənfi 16'da 15. Bu da tərsinə çevriləcək. Mənfi 2 olacaq. 8'i mənfi 2'yə vuranda 16 ilə ixtisar aparırıq. Mənfi də olur 15. Olacaq doğru cavabımız D variantı. 53-cü suala yeni qayda ilədir. 54-cü suala baxaq. Deməli, 53-cü sualı dedik. 54-cü sualda yazsaq ki, B2 vurulsun 2'nin kvadratı plus B2 bərabərdir 18. Bunu da yazırıq. B1 vur 2'nin kvadratı üstə gəl B1 bərabərdir 9'a. Bunları bir-birinə bölsük. B2'ni çıxardırıq. 2 kvadratı plus 1. B1'i çıxardırıq. 2 kvadratı plus 1. 18 ilə 9'a böləndə 2 eləyir. Bunları ixtisar edirik. B2 böl B1 nə deməkdir? 2 deməkdir. Bu da 2'dir. Bu da silsilə vurulma istədi olur. D variantı. 55-ci sual eyni qayda ilədir. Baxaq. 56-cı suala. 2'nin kvadratı bərabərdir 64 256. İxtisar aparı olur 4'də 1. İndi B7 nə istəyir? B7 bərabərdir B5 vurulsun 2'nin kvadratı. B5 64 vurulsun 2'nin kvadratı 4'də 1'dir. Bu dedir 16. D variantı. 57-ci sualda eyni qayda ilədir. 58'ə baxaq. Deməli, S12 olacaq ki, B1 vurulsun 2 üssü 12 çıx 1 bölünsün 2 minus 1 bölünsün B1 vurulsun 2 üssü 6 minus 1 2 minus 1.
Birinci olduğu kimi qalır. Bunun açışı 2 üstü 6-nın kvadratı çıx 1-in kvadratı. Bu deyir 2 üstü 6 çıx 1, 2 üstü 6 plus 1. Bu da 2 minus 1. Bu da tərsinə çevrilir. 2 minus 1, B1 burası 2 üstü 6 çıx 1. Bunlar ixtisar gedir, bunlar da ixtisar edir. Olur 2 üstü 6 üstəgəl 1. Deməli, Q bərabər olur B3 böl B2. 6 böl 3. Bu da edir 2. Yəni 2 üstü 6 üstəgəl 1. Bu da edir 65. Yəni ki, E variantı. 59-cu sual da eyni bu qayda ilədir. 60-cı sual bayaqlara həll elədik. Buna aid 53-cü sualla eynidir. 61-ci sual da eynidir 60-la. 62 var. Deməli, düsturla verilən həndəsənin ikinci həddini tapın. Deməli, ilk n həddinin cəmidir. S2 bərabərdir 5 çıxılsın 5 üstü 1 çıx 2. 5 çıxılsın 5 üstü mənfi 1. Yəni nə deməkdir 5 dəyər? Bu da 4 tam 5-də 4. S1 də 5 çıxılsın 5 üstü 1 çıx 1. Yəni 5 çıxılsın 5 üstü 0 bu 1. Bu da 4. S2 nə deməkdir? A1 üstəgəl A2 bərabərdir 4 tam 5-də 4. Bu A1 deməkdir. Elə A1-imiz 4-dürsə, A2-miz gərək onda olsun nə? 5-də 4. Yəni ki, C variantı. 63 eyni qayda ilədir. 64 əvvəlki misallardan biridir. Yenə də eləyək. Q-nün kvadratı olur. B3 B1-ə bölünür. 2 çıxılır da. Elə 3-dən 1 çıxılır. Olur B2 üstü 2. Olur 4 kökdə 2 bölünsün 64 kökdə 2. Kökdə 2-lər getdi. Bunlar da xüsusilə 16-da 1. Bu deyil plus minus Q bərabər olur. Plus minus 4-də 1. Bu da uyğun gəlir A variantı. 65. Artı həndəsəsən birinci həddi 2-yə, B1 bərabər 2-yə, ilk 3 həddinin cəmi, yəni B1, B2, B3 bərabərdir 26. Bu silsənin 4-cü həddini al. B4 bərabərdir sual. Deməli, 2 üstə gəlsin, 2 vurulsun Q. Bu B1 vur Q deməkdir. Bu B1 vurulsun Q-nün kvadratı. Bu deyir 2 vurulsun Q-nün kvadratı bərabərdir 26-ya. 2-yə böləndə olur Q kvadratı plus Q. Bu deyir plus 1 çıx. Buna da böləndə 13 eləyir. O üstəfə keçir Q kvadratı plus Q çıx 12 bərabərdir 0. Köklər olur mənfi 4 və 3. Deyir artı həndəsə. Demək, Q-miz onda mənfi olmur, müsbət olur, yəni 3 olur. Bu silsənin 4-cü həddini tapın deyir. Olur B1 vurulsun Q üstü 3. Yəni 2 vurulsun 3 üstü, Q-miz üstü axı 3. Bu 27 vurulsun 2, yəni 54. Bu da olur C variantı. 66-cı sual. Deməli, ilk 3 həddini də. Bu 65-lə eynidir. 67-yə baxaq onda. Həndəsə ilk 4 həddinin hasili. B1, B2, B3, B4. İndi B3, B5 yazırıq. B3 vurulsun B5 bərabərdir B4-ün kvadratı. Çünki 3 ilə 5-in cəmi 8 eləyir. O da 2 dənə B4 deməkdir. Olur 3-də 4 vurulsun 2 olur 3-də 8. Bunu belə yazdıq. Bunların cəmi 1, 2 eləyir 3, 6. Və yaxud da bunu bölsük B5 bölünsün B3. Bu da eləyir Q kvadratı. Olur 3-də 4 bölünsün 2. 3-də 4 vurulsun 2-də 1. Bu da eləyir 3-də 2. Deməli, B4 bunu da deməli B4 ilə yazsın. Olacaq B4 böl Q kubu
B4 böl Q kvadratı, B4 böl Q və B4. Olacaq neçə dənə B4? 4 dənə. B4 üssü 4. Burada neçə dənədir? 6 dənədir. 2 üssü 6. İndi B4 üssü 4'dür. Yəni ki, bunun kvadratıdır. Olacaq 3'də 8'in kvadratı və bölünsün 2 üssü 6. Yəni 3'də 2'dir Q'nun kvadratı. Üstündə 6 olması üçün gərək kuba yüksədəcək. Kuba. Bu deyir 9'da 64 bölünsün 27'də 8. Bu birinci yəni ki olduğu kimi qalır. İkinci tərsinə çevrilir. Bunu da eləyirik 3. Bunu da eşitsəyində 8. Bu da eləyir 24. Yəni ki E variantı. 68 eyni qayda ilə görə olacağımı deyir. AB-nin hansı qiymətində ardıcılan həndəs hissədir? Aha. Həndəs hissə olması üçün deməli həndəsi ortası olmalıdır. Yəni A bərabər kök altında 3 vur 9. 9 çıxır olur 3 kökdə 3. Deməli A'mız oldu 3 kökdə 3. Buyur 9, bu da B. 9'un kvadratı bərabərdir 3 kökdə 3 vurulsun B. B-nə də band olacaq 81 bölünsün 3 kökdə 3. 81 next çarparı olur 27. Bunu da məxrəcin rəssamlıqdan zədəsiz kökdə 3'ə vuracaq. Aşağı edəcək 3. Bu da eləyəcək yuxarı 27 kökdə 3. Bu da eləyir 9 kökdə 3. 9 kökdə 3 B-mizi eləyir. Və B kvadratıdır burada. Bir dəqiqə. Baxaq. 9'un kvadratı. Hə. B-miz 9 kökdə 3. A-mız isə 3 kökdə 3. Və burada da onu qeyd edək ki, A-nın kvadratı bərabər olur 27'yə və A bərabər olur plus minus 3 kökdə 3. Bu plus minus olduğu üçün digər də plus minus olacaq. Olacaq E variantı. 69'a baxaq. Deməli B1 vur B2 vur B3 vur B4 vur B5. Bunların cəmi 3 15 eləyir də. Burada yazsaq ki B1 vurulsun. Məsələn bunu yazsaq B9 vurulsun Q'nun kvadratı. Bu da keçici öz tərəfə bölmə olsa B9 olsa. Bunlar ixtisar etsək bərabərdir kökdə 3'ə. Olur B3. Bu B3 deməkdir. Bərabərdir kökdə 3'ə. Və burada cəm neçə olmuşdu? Bizdə dəqiqə 6, 10, 15. Neçə dənə həddir? 5 dənədir. Yəni B3 üssü 5 bərabərdir kökdə 3 üssü 5. Bu kök altında 3 üssü 5. Bu 3 üssü 4 vur 3. Buradan nə çıxır? 3'ün kvadratı kök altında 3. Yəni 9 kök altında 3. Bu da uyğun gəlir B variantı. 70-ci sualda eyni qayda ilədir. Baxaq 71-ə. Deməli 71-ci sualda ilk həddi 3. Yazırıq ki B1 bərabərdir 3. Silsilə vuruğu, yəni Q bərabərdir 3'də 1. Olan həndəs hissənin n-ci həddini tapın. Bn bərabərdir B1 vurulsun Q üstündə n çıx 1 düsturumuzdur. Olur 3 vurulsun 3'də 1 üstü n minus 1. 3 vurulsun 3 üstü mənfi 1. N çıx 1. 3 üstü mənfi 1'i vuranda 3 üstü 1 minus bir dəqiqə 1 minus n. Bu da 1 deməkdir. O 3 üstü 2 minus n. Bu da uyğun gələcək C variantı. Yetmiş də S7 bərabərdir. B1 vurulsun 2 üstü 7 çıx 1 bölünsün 2 minus 1. İndi bu ifadəni də sadələşdirək. Bərabərdir 635. B1 vurulsun 207 çıx 1 2 minus 1 bərabərdir 635. Bu da 1. İndi B1 bərabər olur 635. 207'miz eləyəcək deməli 206 64 128'dir. Olacaq 127.
Bunu 5'ə vursa 35. Yəqin ki 5 dəfə düşür də. B1'imiz olacaq 5. Eyni qayda ilə 73 həll olunacaq. Baxaq 74-ə. 74-də deməli 3-də 2-yə vurulur, amma mənfi 3-də 2-yə. B1'imiz də ki 1-dir. Q-miz də nədir? Mənfi 3-də 2-dir. Son sıradan həndəsə isə S bərabərdir 1 bölünsün 1 minus mənfi 3-də 2. Olur 1 bölünsün 1 plus 3-də 2. 1-in üstünə 3-də 2 gələndə 1 tam 3'də 2 idi. O da 3'də 5 deməkdir. 1 bölünsün o deməkdir ki, yəni tərsinə çevir. Olacaq 5'də 3, yəni ki 0 tam 10'da 6. 75 eyni qayda iləndir. 76'ya baxaq. Həndəsə sizin ardıcıl hədlər olarsın. Ardıcıl hədlər isə ortada duran, yəni x çıxılsın 3'ün kvadratı bərabərdir bunların hasili. X vurulsun x çıx 1/5. Bunun atışı x kvadratı minus 6x plus 9. Bu deyilir x kvadratı minus 1/5x. X kvadratlar hər iki tərəfdə var deyə atırıq. Bu 6x keçir o tərəfə olur müsbət 6x çıx 1/5x bərabərdir 9. Bu eləyir 4/5x bərabər 9. X də bərabərdir 9 bölünsün 4/5. Bu deyilir 2. Sonra 77 eyni qayda iləndir. Baxaq 78. Deməli 78'e belə yazsaq ki B3 çıxılsın B3 vur Q'nun kvadratı. Burada B7 çıxılsın B7 vurulsun Q'nun kvadratı. B3'ü çıxarsıq 1 minus Q kvadrat. Burada B7'ni tapırıq 1 minus Q'nun kvadratı. Bunlar ixtisar gedir. Yazırıq B3. Burada B3 vurulsun Q'su 4. İxtisar edir 1 böl Q'su 4. Deməli bu da Q'su mənfi 4 deməkdir. Q özü nədir? 3'sü mənfi 1'dir. Olacaq Q'su mənfi 4 bərabərdir. 3'sü mənfi 1, 3'sü mənfi 4. O 3'sü 4. Yəni 81. 79 eyni qayda iləndir. 80'ə baxaq. Deməli burada yazırıq ki B4 vur Q'nun kvadratı çıx B4 bərabərdir 6. Burada yazırıq B7 vur Q kvadratı çıx B7 bərabərdir 48. Aşağıdakı bölsü buna. Deməli 5-7'ni çıxarsaq Q kvadratı çıx 1. 5-4'ü çıxaranda Q kvadratı çıx 1. Bərabərdir 48'i 6'ya böləndə 8. İxtisar edirik. Deməli B7'ni yazırıq B4 vurulsun Q'su 3. Bölünsün B4 bərabərdir 8. İxtisar edirik. Q kubu bərabərdir 8'ə, Q bərabərdir 2'yə. Bu da olacaq. Q'miz 2 olacaq. Bizdən B7'ni istəyir. İndi aparıb yazsaq yerinə B7 vurulsun. Burada Q kvadratı minus 1 deyil. Bu da nə deməkdir? 2'nin kvadratı çıx 1 bərabərdir. Nəyə bərabərdir? 48. Bu eləyir 3. İxtisar edirik. Bu da eləyir 16. 81-ci suala baxaq. Həndəsə silsilədə olduqda hasilini tapın. Bu belə düşünək ki, bu B9, B10, B11. B10'un kvadratı bərabərdir B9 vurulsun B11. Bunu da elə yazmalı. Bn plus 10 bərabərdir Bn plus 9 vurulsun Bn plus 11. Bunun kvadratı. Bu olacaq 6 üstündə 3'də 2 kvadrat. Deməli burada bunların hasilinin yerinə, yəni ki bu ikisinin hasilinin yerinə nə yazırıq? Bunu yazırıq. Əlavə olaraq da bir dənə bundan olduğuna görə olacaq üstündə 3. 3'də 2 də 3'ə vurulanda olacaq 6'nın kvadratı. Bu da eləyəcək 36. Baxa 82'yə.
Deyir, həndəs silsilənin birinci və üçüncü ədədlərinin cəmi. B1 üstəgəl B3 20. İkinci və dördüncü ədədlərinin cəmi 80. Bu silsilə vurur. Bayaqki kimi eyni qaydadır. B2 üstəgəlsin B2 vurulsun Q kvadratı yazırıq. Bərabərdir 80. Aşağısından yazır B1 üstəgəlsin B1 vur Q kvadrat bərabərdir 20-yə. Bunları bölsük və yuxarıdan B2-ni çıxarsa olacaq 1 üstəgəl Q kvadratı. Aşağıdan da B1-i çıxarsıq 1 üstəgəl Q kvadrat. Nisbət də neçədir? 4. Bunları bir-birinə ixtisar aparırıq. B2 böl B1 nə deməkdir? Q deməkdir. Olur Q neçə? 4. 83 eyni qayda iləndir. Baxaq 84-də. 84-də cəmimiz bizim 15 eləyir. Bunu da B5-in kubu yaza bilər. Niyə B3 üstü 5 yazılır? Çünki 3 dənədir. Bu da 8-ə. B5 buradan bərabər olur 2-yə. Bu da neçədir? 10-dur. Bu da nə deməkdir? B5-in kvadratı 2 dənədir. 2 idi B5-imiz. Kvadratı nə edəcək? 4. 85-ci sual eyni qayda ilədir. Baxaq 86-ya. Kvadratlar fərqi kimi açırıq. B8 çıx B1. B8 plus B1. Aşağı da B15 çıx B1. Sadələşdirək. Bunu yazırıq. B1 vurulsun Q üssü 7. B1'i çıxardırıq. Olur Q üssü 7 çıx 1. Buradan da B1'i təzədən çıxardanda Q üssü 7 B1 təzədən çıxardacaq. Q üssü 7 plus 1. Aşağıda da B1 vurulsun Q üssü 14 yazırıq. B1'i çıxardırıq. Q üssü 14 çıx 1. Bu nədir? Kvadratlar fərqidir. Yəni Q üssü 7-nin kvadratı çıx 1. Bu elə B üssü 14 çıx 1-dir. Yəni bununla bu ixtisar gedir. B1 də ixtisar gedir. Deməli bu nədir? B1-dir. Bu nisbət ilə B1-dir. Yəni o da nədir? 5-dir. 87 ilə olacaq 4. 88-ə baxaq. Deyir, ilk n həddinin cəmi düsturu ilə verilən həndəsələrin vurğunu tapın. S1-i tapacaq. 2 vurulsun 3 üssü 1 çıx 2. Bu eləyir 4. S2 bərabərdir. 2 vurulsun 3 üssü 2 çıx 2. Bu eləyir 9 vur 2 18. 18-dən 2 16. Bu nə deməkdir? B1 üstəyə B2 deməkdir. Yəni 4 üstəyə bu B1 deməkdir. 4 üstəyə B2 bərabərdir 16. B2 bərabərdir 12. B2 bölünsün B1 bərabərdir 2-dür. Yəni 12 bölünsün 4 o da edir 3. Bizdən də silsilə vurğunu istəyirdi. Sonra 89 həndəsən ilk 6 həddinin cəmi S6 bərabərdir. İlk 3 həddinin cəmini 28-də belə olarsa. Yəni bu şəkildədir. Silsilə vurğunu tapın. Q bərabərdir sual. İndi S6 bölünsün S3 bərabərdir 28-ə. S6-nın yerinə yazırıq. B1 vurulsun Q üssü 6 çıx 1 bölünsün Q minus 1 bölünsün S3 yazacaq. S3-ümüz nədir? B1 vurulsun Q üssü 3 çıx 1 bölünsün Q minus 1 bərabərdir 28-ə. Birinci olduğu kimi qalacaq. Yəni B1 vurulsun Q üssü 6-nı necə yazacaq? Q kubunun kvadratı. Biri də 1 kvadrat. Bu kvadratlar fərqi olacaq. Q kubu çıx 1 Q kubu plus 1. Bu da Q minus 1. Bu da tərsinə çevriləcək. Q minus 1. Aşağı isə də B1 vurulsun. Q üssü çıx 1. Bununla bu ixtisar gedəcək. Bununla da bu ixtisar gedəcək. Demək olacaq Q kubu plus 1 bərabərdir 28-ə. Q kubu bərabərdir 27-yə. Q də bərabər olacaq 3-ə. 90-cı suala baxaq. Deyir, 10 sayda həddə olan həndə silsilənin silsilə vurğu 2-dir. Bu silsilənin cüt nömrə hədlərinin hasilinin, yəni B2, B4, B6, B8-in deməli, cüt nömrə hədləri hasilinin tək nömrə hədlərin hasilinə olan nisbəti. Yəni B1 vurulsun B3 vur B5 vur B7 bərabərdir
Bu nisbət nə eləyəcək? Q-nü verəcək. Bu nisbət nə eləyəcək? Q-nü verəcək. Bu da nisbət Q-nü verəcək. Bu nisbət də Q-nü verəcək. Daha doğrusu 10 dənədir də. Burada B10, bu da B9. Bu nisbət də burada Q. Demək ki, üssü 5 olacaq. Olur 2 üssü 5. Bu da eləyəcək 32. 91-ci suala baxaq. Deməli, deyir ki, həndəsənin ardıcıl hədləri olarsa. Burada ilk növbədə biz B-ni tapmalıyıq. B-nin kvadratı bərabərdir 12 vurulsun 4, yəni 48. B də bərabərdir. Bunu 16 vurulsun 3 yazırıq. Plus minus 4 köşdə 3. 16-dan 4 çıxır kök altından. Və bu tərəfdən də baxanda 4-ün kvadratı bərabərdir. A vurulsun 4 köşdə 3 deyə. Yəni A vurulsun 4 köşdə 3 bərabər 16. A da bərabər olur 16 böl 4 köşdə 3. Köşdə 3'ə vururuq. Burada 4 qalır. Yuxarı da köşdə 3'ə vurulur. Aşağı da. Aşağı olur 3. İndi biz müsbətin qoyduq. Belə alındı. Mənfisini qoyanda mənfi alınacaq. Hər iki halda da mənfi mənfiyə dəyə müsbət olacaq. B böl A nisbətini bizdən istəyir. Deməli, B-miz bizim neçə oldu? 4 köşdə 3 oldu. Bölünsün. Deməli, 4 köşdə 3 böl 3. Birinci olduğu kimi qalacaq. İkinci tərsinə çevriləcək. Bu da eləyəcək 3. Və yaxud da bunu başqa necə demək olardı? Deməli, bu B1, B2, B3, bu da B4. B3 deməli, bölünsün B1-i, yəni Q-nün kvadratını istəyir. B4 böl B2 də Q-nün kvadratını. Elə 12-ni 4-ə böləndə 3-ü də alacaqsınız. Yəni, eyni qayda ilə beləncinə həll eləmək olar. Bu daha rahat üsuludur. 92-yə baxaq. Hədləri müsbət olan B-in həndəsi silsiləsində deməli, hədləri müsbət olan deyir. Bunun cəmi neçə eləyir? 8, 16, 26 eləyir. Burada 26 elədi. İndi bunu belə yazmalıyıq. B1 vurulsun Q. Deməli, daha sonra B1 vurur Q üssü 5. Baxın. Bunu B6'nın yerinə yazırıq. Deməli, digərdə B12-nin əvəzinə yazırıq. B12 bölünsün B4 olmalıdır, B8 olması üçün. Baxın, əsas məsələ bu hasilə gətirməyə çıxarmalıdır. B2-ni yazır B1 vur Q, B6-ni yazır B1 vur Q-su 5. Digərdə B12 bölünsün B4. Bu da B12 böl Q kvadrat. Sadələşdirsək B1-in kvadratı vur B12-nin kvadratı. Bu Q, Q-su 5. Q-su 6 eləyir də. Bu da Q-su 6 eləyir. Bunlar tamamilə ixtisara gedir. Deməli, onda bu ifadə nədir? Bunun kvadratıdır. Onda x kvadratı kimi işarələsək, bərabər olsaydı, x də bərabərdir 6. Müsbət ədəd olduğuna görə 6 götürəcəm. Mənfi ədəd olsaydı, mənfi 6 götürəcəkdim. Baxaq 93-ə. 93-də əvvəl həll elədiyimizdəndir. B2 vurulsun Q kvadratı minus B2 bərabərdir 48. Bunu da yazırıq. B1 vur Q kvadratı minus B1 bərabərdir 16. Yuxarıdan B2-ni çıxardır. Olur Q kvadratı minus 1. Aşağıdan da B1-i çıxardır. Olur Q kvadratı minus 1. Bunu da nisbət edir 3. Bunları ixtisar edirik. B2 böl B1. Bu Q edir. Q bərabər olur 3-ə. Bizdən B6-nı tapmaq istəyir. Yazırıq onda. B2 vurulsun. Q-nün kvadratı, yəni 3-ün kvadratı çıx 1 bərabərdir 48. Olur B2 vurulsun. Bu eləyir 9. Çıxanda da 1, 8. B2 bərabər olur 6-ya. B6 nə olur? B6 bərabərdir. B2 vur, Q-su 4. B2-miz 6 idi. Q-miz də ki bizim 3 idi. O 3-sü 4. 3-sü 4, 81-dir. 81 vurulsun 6. Bu da eləyəcək 488. 94-ə baxaq. Hasilləri 64-ə, ədəd ortaları isə
3-də 14-ə bərabər olan 3 ədəd həndəsi sayıdır. B1, B2, B3. Hasilləri 64. Deməli, ortada duranın kvadratı bərabər B1 vurulsun B3 və yaxud da bunların cəmi neçə edir? 6 edir. Bu da B2-nin kubu deməkdir. 64-dür. B2 bərabərdir 4-ə. B2-ni 4 tapdıq. Ədədi ortaları, yəni B1 plus B2 plus B3 bölünsün 3 bərabərdir 3-də 14. 3-lər gedir. Deməli, bu cəm neçədir? 14. B2-ni tapmışıq 4. Onda B1 üstəgəl B3. Bu 4 keçir o səhvə 14-dən çıxılır, olur 10. Deməli, bizə deyir, bu ədədlərin ən böyüyünü tapın. İndi, bunu belə yaza bilərsiniz ki, B2 böl Q üstəgəl B2 vur Q bərabərdir 10. Yəni ki, 4 böl Q üstəyənsin 4 vur Q bərabərdir 10-a. Q-yə də vuranda olur 4 Q kvadratı plus 4 çıx 10 Q bərabərdir 0. 2-yə də bölsü olacaq 2 Q kvadratı minus 5 Q plus 4 plus 2 bərabərdir 0. Diskriminant da bərabərdir 25 çıxılsın 16, yəni 9. Q1 bərabərdir. Deməli, 5 çıxılsın 3 bölünsün 4. Bu eləyəcək, deməli, 4-də 2, yəni 2-də 1. Q2 bərabərdir 2. İndi bu 2-də 1 olanda onsuz da Q-miz 2-də 1 olsa deməli, ortaları, ədəd ortaları üstə 9-u, həndəsə arzu hədləri, bu hədlərin ən böyüyünü tapın. Q 2-də 1 də olur və 2 də olur. İndi diqqət etdirəcək ki, Q-miz əgər 2-də 1 olsa, bu azalmağa doğru gedərdi. Onda cəm 10 eləməz. Ona görə 2 olur. Q-miz 2 olandan sonra B1-imiz olur, deməli, 2, o birisi olur 8. Ən böyüsü də olur 8. Və yaxud da belə də bilmək olardı ki, bu 2 ilə 8-dir. Çünki ortada duran 4 olanda 2-lərin hasili. İkisinin hasili. 95-ə baxaq. Onun vuruğunu tapın deyir. Deməli, B2 bərabərdir. B1 vur B3 kvadratı yazmaq olar. Bu hasilidir. Deməli, B1 vurulsun Q-nun kubu, çıxılsın B1 bərabərdir 18. B1-i çıxardanda Q kubu çıx 1 bərabərdir 18. Və yaxud da belə də yazmaq olardı. Bunları toplayanda B2, B3, B4, bunların cəmi 24 eləyir. Deməli, yazırıq B1 vur Q, üstəyənsin B1 vur Q kvadratı, üstəyə B1 vurulsun Q kubu bərabərdir 24. Bunu B2 kimi də yazsaydıq, daha rahat olardı. B2 kimi yazaq, B2 vur Q, üstəyənsin B2 vur Q kvadratı bərabərdir 24. Digərində B1 üstəyənsin B1 vur Q, üstəyənsin B1 vur Q kvadrat bərabərdir 6. Buradan çıxardırıq. Ən rahatı elə bu üsuldur. B2-ni çıxardır. 1 üstəgəl Q, üstəyə Q kvadrat. Bu 24-dür. Buradan da B1-i çıxardır. 1 plus Q, üstəyə Q kvadrat bərabərdir 6. Bunları böləndə ixtisar edib B2 böl B1 elə Q deməkdir. Bu da eləyir 4. Olacaq cavabımız 4. 96 da eyni qayda ilədir. 97-yə baxaq. 97-ci sualda x kvadratı plus 8x bərabərdir 9x plus 12-yə. Olur x kvadratı plus 8x minus 9x minus 12 bərabərdir 0. Olur x kvadratı minus x minus 12 bərabərdir 0. 4 və mənfi 3. Mənfi 3-ü götürməyəcək, çünki x 0-dan böyükdür 4. Qoyanda yerinə 4-ün kvadratı plus 8 vurulsun 4. Deyir 16 üstəyənsin 32. Bu deyir 48. Eyni qayda ilə də 98 olacaq. 99-cu suala baxaq. Olarsa 5s-i tapın deyir. Deməli, bizdən 5s istəyir. 5s
5'ə vursaz uyğun gəlməyəcək. Amma 5s 6s, niyə 6s yazılır? Məsələn 3s, 2s də yazmaq olardı. 6-ya vuracaq ki, bu məxrəclərdə azalma getsin. 6s çıx s yazacaq. 6s'i hesablayaq. 6-ya vuranda birinci olacaq 1. Elə bir ki 6 dəfə azalacaq da məxrəc. Olacaq 6-da 2. 6-ın kvadratında 3. Bir vahid, qüvvəti bir vahid azalır. Üstə gəlsin, nöqtə üstə gəlsin, n-də 6 üzə n çıx 1. Bizim s-imizdəki nə idi? Deməli, 6-da 1, üstə gəlsin, 6-ın kvadratında 2 üstəgəl, 6-ın kubunda 3. Nöqtə üstə gəl, 6n-də n. Diqqət edirək, 6-da 2-dən 6-da 1 çıxanda, yəni 6s-dən s-i çıxırıq. 1-dən heç nəyə çıxmayacaq, 1 qalacaq. 6-da 2-dən 6-da 1 çıxanda olacaq 6-da 1. Üstə gəlsin. Bunun çıxanda, bu görürsünüz məxrəclər eynidir. 3-dən 2-nin çıxacaq olacaq 6-da, 6-ın kvadratında 1. Üstə gəlsin, yenə 6-ın kubunda 1. Üstə gəlsin, nöqtə. Burada da deməli, yəni ki, bu şəkildə davam edəcək. Məsələn, bundan əvvəl nə var? 6n-də n çıx 1. Burada nədir? N çıx 1. Və indi bunu da çıxanda nə edəcək? Yenə 6-da 1 edəcək. 6 n çıx 1-də 1 daha doğrusu. Deməli, bu nədir? Sonsuz azalan həndəs hissədir, bu hissəsi. B1-imiz 6-da 1-dir. Q-imiz də elə 6-da 1-dir. Bu da sonsuz azalan həndəs. Olur 6-da 1 bölünsün 6-da 5. Birinci olduğu kimi qalır. İkinci tərsinə çevrilir. Bu deyilir 5-də 1. 5-də 1 nə deməkdir? 0-2. Olur 1 üstə gəl 0-2. Çünki bu cəmin hamısı 0-2-dən. Olur 1 tam 10-2. 100-cü suala baxaq. Olacaq 3 bölünsün 1 minus 2-də mənfi 2-də 1. Bu toplam olacaq 1 plus 2-də 1. Olacaq 3 bölünsün 2-də 3. 3 olduğu kimi olacaq. 2-də 3 tərsinə 3-də 2 olacaq. Bu eləyəcək 2. Deməli, 1-ə aid olacaq D variantı. 2-yə baxaq. Yenə B1 bölünsün, yəni mənfi 3 bölünsün 1 minus 2-də 1. 1 minus 2-də 1-imiz nə edir? 2-də 1 eləyir də. Bunu da böləndə 2-yə vurulacaq. Olacaq mənfi 6. Yəni B variantı. Yenə də B1 bölünsün 3 bölünsün 1 minus 2-də 1. 3 bölünsün 2-də 1. Təzə 2-yə vurulacaq. Bu da eləyəcək 6. Yəni C variantı. 101-ci sual eyni qayda ilədir. Baxaq, 102-ci suala, sonuncu suala 103 nə eynidir. Deməli, B-in bərabərdir. B-in nəyə bərabərdir? B1 vurulsun, B1, daha doğrusu. B1 vurulsun, ki üstündə n çıx 1 düsturumuz. İndi bizdə bunu da Q-yə uyğunlaşdırsaq, olur B1 vurulsun Q, vurulsun Q üstündə, bunu Q-yə vuranda Q üstü 1 deyil, Q üstü n qalır. Deməli, bu hissə nəyə bildirəcək? Bizə B2-ni verəcək. B2 Q üstü n. Bu da olacaq 3 vurulsun Q üstü n. Q bərabər olur nəyə? 2-yə. Silsilə vuruq olacaq 2. Burada da 1 bölünsün 2 üstündə n. Q orada neçə rol oynayır? 2-də 1, yəni 0-5. Bu da uyğun gəlir D variantı. Burada da Q-imiz neçədir? 3-dür. Bu da uyğun gələcək A variantı. 103 də həmçinin bu 5-də 1 olacaq. 5-də 1 nədir? 0-2. Yəni ki, olacaq E variantı. Burada 4-də 1 olur, yəni 0,125 D variantı. Burada da olacaq nə? A variantı.